Türkiyə milli komandasının oyunu hamımızın gözlədiyi, səbirsizliklə gözlədiyi Paragvay ilə oyun. Ümid edirəm ki, Türkiyə qələbə qazanacaq. Çünki bu son iki tur Türkiyə üçün qalan. Həm Paragvay ilə, həm Amerika Birləşmiş Ştatlarla oyun finala bərabər oyun olacaq Türkiyə milli komandası üçün və Türkiyə milli komandası ətrafında söhbətlər həddən artıq çoxdur. Ay, bu futbolçunun saçı niyə belədir? Ay, nə bilim, bığı niyə belə saxlayır? Qələbə olarsa, bütün bunlar unudulacaq. Yəni, o futbolçuların qələbə qazanmağa kifayət eləyəcək bu məsələlərin unudulmağı üçün. Digər tərəfdən isə Fatih Terim bir YouTube kanalı açıb özünə və orada qeyd edib ki, futbolçuları indi tənqid eləməyin. Nə edirsinizsə, nə tənqid eləyirsinizsə, hansısa bir hesabat istəyirsinizsə, bu çempionat bitəndən sonra eləyin. Bu isə Türkiyə Futbol Federasiyasının rəhbəri Hacı Osmanoğlu'nun xoşuna gəlməyib. Amerikada olan Hacı Osmanoğlu oradan müsahibə verib ki, Fatih Terim yaxşı başlamışdı Türkiyə milli komandasını tərifləməyə, onun haqqında fikir irəli sürməyə, amma sonunu yaxşı gətirə bilmədi. Ki, hesabat istəmək söhbətinə görə kimdəndir hesabat istəyəcəklər? Futbolçulardanmı, federasiyadanmı? Türkiyədə bir tərəfdən də şayə gəzir ki, Hacı Osmanoğlu'nun yerinə ola bilər ki, Türkiyə Futbol Federasiyasının rəhbəri Fatih Terim olsun, onun yerinə gəlsin. Hər halda buna görə ola bilər, biraz qıcıqlanır. Və yaxud da ümumiyyətlə məğlubiyyət ola bilər, biraz daha həssas eləyib Hacı Osmanoğlu'nu. Amma inanın ki, Paragvay üzərində qələbə, üstəlik ondan sonra Amerika Birləşmiş Ştatları ilə yaxşı oyun və Türkiyənin ümumiyyətlə play-offa çıxmağı bütün bu söhbətlərin üzərindən xətt çəkəcək.